Milli Məclisin bugünkü iclasında gərginlik yaşanıb. Avtomobil yolları haqqında qanunda dəyişiklik edilməsi müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev etiraz edərək bildirib ki, 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı heç kimə söz verilmədi və müzakirələr aparılmadı. Lazımsız olan əlavə məsələlər barədə müzakirələr aparılır. Bu, Sovet dönəmindəki kimi icra olunur. Qanun layihəsi danışılır və səs verməyə qoyulur. Qüdrət Həsənquliyevin bu fikrinə parlamentin vitse-spikeri Ziyafət Əsgərovdan cavab gəldi. O bildirdi ki, siz indidən 2015-ci ilin PR-ını aparırsınız. Qanun layihəsinin müzakirəsi zamanı heç kim danışmaq üçün qeydiyyatdan keçmədi. İndi jurnalistlər buradadır. Onların qarşısında siz özünüzü reklam edirsiniz. Ayıb olsun sizə. Millət vəkili Fazil Mustafa vitse-spikerlə həmkarı arasındakı mübahisəyə sərt münasibət sərgiləyib. Açıq tezislə ayıb olsun sizə. Xahiş edirəm ki, deputatların tənqidinə bu qədər sərt yanaşmayın. Spiker Oqtay Əsədov da həmin məsələyə münasibət bildirib. Belə iradları mən yersiz hesab edirəm. Təklif etdim ki, kim çıxış etmək istəyirsə buyursun. Heç kəs danışmadı. Daldan atılan daş kimi sonradan çıxış edirlər. Xahiş edirəm ki, yersiz çıxış etməyin. Gündəlikdə olan məsələyə münasibət bildirin.